Hazırda xəstəmizdə laparoskopik düz bağırsağın ön rezeksiyası əməliyyatı icra edirik. Əməliyyatın belə deyək, bir neçə etapı var ki, ən vacib etaplarından biri bağırsağın sərbəstləşdirilməsidir. Onun radikal şəkildə hazırlanmasıdır. İndi biz bu etapdayıq. Bunun üçün bağırsağın bayır tərəfindən, iç tərəfindən bizim tibbi dildə lateral və medial dediyimiz sahələrdən damarsız embrional qatlara girməklə heç bir damarı kəsmədən bütün bağırsağın sol tərəfini və düz bağırsağı tam sərbəstləşdiririk. Bunun üçün təbii ki, əməliyyatın ən vacib etaplarından biri budur. Kifayət qədər bizdən bu vaxt alır. Xüsusi enerji cihazlarından istifadə edirik. Amma qeyd etdiyim kimi damarsız sahədən işləyərək icra elədiyimiz üçün böyük damarları hələlik demək olar ki, bağlamırıq. Laparoskopik yolla tam hazırlıq gördükdən sonra bağırsağın hazırlanan segmentini kəsib çıxardacağıq və xüsusi tikiş aparatlarının tətbiqi ilə kolorekta anastomoz qoymağı planlayırıq. Bu əməliyyatlar tam ideal, belə deyək, təmiz əməliyyatlar sayılmır. Çünki bəzən bağırsaq mərkəzinə müdaxilə olduğu üçün qismən çirkli əməliyyatlar sayılır, amma yenə aseptik antiseptik qaydalara ciddi riayət etməklə əməliyyatımızı davam edirik. Bizə bir alət ver, sən gir. Fiksiya eləyərək bir artımını verəcəm, bir artımından yuxarı qaldıracaq. Mən başımı digərləndirəm. Sən şeyi